İmam Hüseyn əleyhissalama etinasız yanaşmayın. Allah ona qarşı etinasız deyil və olmayacaq. İmam Hüseynə qarşı həssas olun. Allah İmam Hüseyndən keçməyəcək. İmam Hüseyni adi bir imam bilməyin. Məhşər yolunda heç kəs onsuz saddəliklə keçə bilməyəcək. Sanki Allah Əba Abdullahın üzərində durmuş və zamanı dayandırmışdı. Hətta axirət zamanda hər şey yenidən onunla başlayacaq. Dəlilsiz deyil. Bütün mələklər ki, İmam Zaman əleyhissalama kömək üçün, onu hakim etmək üçün gələcəklər, onların şüarı Ya Ləsarətəl Hüseyndir. Onlar yalnız İmam Hüseynə xatir gələcəklər. İmam Hüseynin məclislərindən əl çəkməyin. Nə bada fikirləşəsiniz ki, bu illərdir davam edən sadəcə bir adət-ənənədir. Bu məclislər aqibətimiz üçün son dərəcə əhəmiyyətli olandır. İmam Hüseynə etinasız yanaşmayın.